Kəngərliyə xoş gəldiniz. Siz də xoş gəldiniz. Bugünün qəhrəmanı. Siz xoş gəlmisiniz. Sizi təbrik edirəm. Kəngərliyə həyat qayıdır. Kəngərli sakinləri artıq qayıdır. Böyük xoşbəxtlikdir. Tarixi hadisədir. Uzun fasilədən sonra doğma, dədə, baba torpağında yaşamaq əlbəttə ki, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi təbrik edirəm. Siz uzun illər ağır şəraitdə yaşamısınız. Ölkəmizin müxtəlif yerlərində, yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, çadır şəhərciklərində müəyyən müddət. Bugün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bugün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub yaradır. Mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdı. Şəhər tam yerlə yeksan edilmişdi, bütün kəndlər, təkcə Ağdamda yox. Demək olar ki, bütün o vaxt işğal altında olan torpaqlarda məqsəd yönlü siyasət aparılırdı Ermənistan dövləti tərəfindən ki, heç vaxt Azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirlər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma bir şey onlar unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq. Və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər. Bütün bu əzablı illər arxada qaldı. Siz indi doğma torpağa qayıtmışsınız və sizin üçün gözəl şərait yaradıldı. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir. 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var, gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi, hər şey var. Əkin üçün yerlər ayrılacaq, indi bəzi torpaqlarda artıq mina təmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyat yəni sahə də 12 sotdur, orada da əkib becərmək mümkündür. Yəni həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir, bunun bir şahidiyik. Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bugün Ağdam vağzal kompleksinin açılışını etdim səhər. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzinin Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz, yəni bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni bizim millət kimi, xalq kimi saxlayan bizim musiqimiz olub, dilimiz və əyilməz ruhumuz. Ən çətin şəraitdə köçkünlər yaşayıb və siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çox sayılı görüşlərim olub. Həm çadır şəhərcilərində və onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərci qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı. Həm yeni salınmış qəsəbələrin açılışında biz 300 minə yaxın o vaxtki köçkünü gözəl evlərlə təmin etmişdik.
O görüşlər zamanı deyirdim ki, bu müvəqqəti yaşayış yerinizdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait Qarabağda yaradacağıq. Bugünün mərasimi, o sözlərin, necə deyərlər, möhürüdür. Və bilirəm, sizdə də, bizdə də, bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyür üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez, tamamilə separatçıların kökünü kəsdik. Siz, yəni yaşlı nəslin nümayəndələri Sovet dövrünü xatırlayırsınız. O vaxt, bax, sizin yanınızda yaşayan, bizim torpaqlarımıza Çar Rusiyası tərəfindən köçürülən ermənilər hələ o vaxt bizə, xalqımıza, xüsusilə o vaxtki Dağlıq Qarabağ Muxtar vilayətində yaşamış Azərbaycanlılara mənfi münasibət göstərirlər. Həm Xocalı, həm Şuşa. Onlar mənəvi əzab çəkirdi. Bugün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağın sahibidir. Hər yerdə yaşayır, yaşayacaq və sürətlə bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaq. Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci, birinci Sarcalı, şimdi Kəngərli, Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni siz burada darıxmayacaqsınız. Qohum əqrəba, dost, tanış, hamınız birlikdə bax, bu bölgəni, Qarabağı quracaqsınız. Hamımız birlikdə quracaq. Sizi təbrik edirəm. Can sağlıq arzulayıram. Burada xoşbaxt yaşayın. Açarların təqdim edilmə mərasiminə başlayırıq. Dəvət olunur Rüstəmov Şahmalı Abbasoğlu. Balakişiyev Həsən Əsədoğlu. Qəhrəmanova Bağlı Qəmbərov. Məmmədova Kəmalə Əli qızı. Ağayev Sahib Yusifov. Abbasov Əbülfət Yelmarov. Bayramova Sevinç Məhəmməd qızı. Ağayeva Rüsalə Əli qızı. Möhtərəm Prezident, bir arzum var və sizə çağırmaq istəyirəm. Əlbəttə ki, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük. Və müqayisə aparanda düşünürəm ki, buradakı hər kəsin arzusudur. Arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, bu öndərdən sonra kimsə bu vəziyyətdə Azərbaycanı idarə etsin. Daim var olun, daim hakimiyyət olun. Çox sağ olun. Əliyev Məhiyyəddin Abbasov. Və Məhərrəmov Cəlal İslam.
Sağ olun. Hörmətli prezident, icazə ver mən ürək sözümü Bəli, deyim sizə. əlbəttə, buyurun, buyurun. Kimin Deməli, sözü varsa buyurun. Mən bu Kəngərlinin yaşlı sakiniyəm. 76 yaşım var. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Onun fəaliyyəti dövründə mən ən yaxşı, mükəmməl müəllimlik dövrümü yaşamışam. Əməkdar müəllim, iş təcrübəm Respublikada yayılıb. Və bugün mən fəxr edirəm ki, onun varisinin, qəhrəmanının, bugünün qəhrəmanının qarşısında mən söz demək qüruru Sağ keçirirəm. olun. Allah sizə can sağlığı versin. Deməli, müqəddəs kitabımız Quran-ı Kərimdə belə bir ayə var. Salam olsun doğru yolun yolçularına. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi siz çox ləyaqətlə yerinə yetirdiniz. Tarix yazdınız, möcüzələr qurdunuz. Bütün Azərbaycanı eşq olsun sizə. Hamımız birlikdə bunu etdik, hamımız birlikdə. Mən bir ana məhəbbəti ilə, müəllim şəfqəti ilə bu doğru yolun yolçusuna, bu günümüzün qəhrəmanına, Dədə Qorqud qopuzundan qopub gələn bir el alqışı dilənmək istəyirəm. Çox sağ olun. Arxanızda el dayansın. El gücü, sel gücü deyiblər. Nəsibiniz el alqışı olsun. El alqışı kəsərli olar. Və bir də qüdrətli Allahın gözəl kəlamı ilə salam olsun doğru yolun yolçusuna. Çox Sizə sağ ol. böyük uğurlar, ailə saadəti və ailəlikcə Azərbaycanın o cənnətə döndərdiyiniz Azərbaycanın, bütün güllü çiçəkli dağlarında, bağlarında, sularında gəzdikcə Allah sizə Xudavənd aləm uzun ömürlər, can sağlığı və alın açılığı. Çox sağ olun. Həmişə qalib. Dəmir yumruq yerində, Qarabağ Azərbaycan. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Cənab prezident, Ağdamın Pirəsənli kəngərisinə xoş gəlmişsiniz. Sağ olun. Biz bu yolu çox gözləyirdik və sizin apardığınız məqsəd yolunu siyasət nəticəsində 44 gün ərzində torpaqlar bərpa oldu. Biz yaşlı nəslin göydə Allah ömür uzatdı yerdəsiz. Bu kəndin 2600 ahalisi var. Başda mən olmaqla əli silah tutan hamısı sizin əskərinizdir. Sağ olun. Hamısı sizin Sağ ol. əskərinizdir. Allah sizi Sağ ol. qorusun. Allah sizin kölgənizdir. Azərbaycan xalqının başının üstündən əskik eləməsin. Sağ ol. Sağ ol. Siz Allah'ın bizə göndərdiyi bir əmanətsiz. Allah sizi Sağ olun. qorusun. Çok sağ olun. Qarabağ qəsəsliyidir. Geziyyab bizim prezidentimiz. Qarabağ kəstəsi bugün səslənəcək Muğam mərkəzinin açılışında. Allah qoysun. Orada Allah sizi həmişə boylu bayramlı belə məclislər diləsin. Sağ olun. Gənc nəsil də. Nə gözəl. Mənim nəvəm İdmançıdır. Hansı idman növü? Alpabet Turan Türk döyüş sənəti, Əlbəyağa döyüş bölgəsi müdafiə. 4 dəfə dünya çempionu. Maşallah. Bugün bu möhtəşəmliyə rəng verən ulu öndərimiz Heydər Əliyevin doğum günüdür. Allah sizi qorusun. Onun ruhu bu saat bax bu təntənəni seyr eləyir. Belədir. Onun vəsiyyəti yerinə yetirilmişdir. Şəhidlərin qisası alınmışdır. Allah onlara rəhmət eləsin. Amin. Heydər Əliyev müdriklikdən müqəddəsliyə ucaldı və müqəddəslər kimi ölümsüzlüyə qovuşdu, göylərə çəkildi. Onun ruhu həmişə bu müvəffəqiyyətlərlə
seyr edir, bilir, fəxr eləyir. Onun sizin kimi varisi Allah qorusun. Onun vəsiyyətini ki, bir övlad kimi, prezident kimi yerinə yetirdiniz. Bu bircə dəfə bax bu keçmiş, nə bilim, 3 ay bundan qabaq mən 4 ay bundan qabaq da bunun bünövrəsi qoymamış. Mən fikirləşdim, gəldim bu kəngərinin torpağına baxdım. Allah, dedim, bu daş kəsəyi nə təmiz demək olar ki, burada ev tikəsən. İndi bu gülzara çevrilmiş torpaqda, məsələn, kəngəridə yaşlı adamlar məsələn tək-təkdir. Məsələn, demək olar ki, o kəngərinin, o bura köçən adamlarının hamısı mənim şagirdlərim. Şəhidlərimiz Allah rəhmət Mən o gövlərdən adına, kəngərin adına sizə can sağlığı, ailə sağlığı qarşılıyor. Çox sağ olun bu gün. O həmişə ki, o prezidentlər içərisində hamısı varaqdan oxuyur, siz şifadə edirsiniz. Həmişə başın ucadır, alnın açıqdır. O bütöv Azərbaycan yarattın, möcüzələr yarattın, qardaş, möcüzə. Allah qorusun sizi. 10 may təbii mənim üçün Bəli, Azərbaycan xalqı üçün hamımız əziz bir üçün. gündür. Bəli. Və məhz o gün mən hesab etdim ki, mən burada olmalıyım. 10 mayda biz Çox bu alqışladıq sizi. mərasimi keçirməliyik. Bəli. Həm Kəngərli kəndinin açılışını, həm Muğam mərkəzini başqa gündə ola bilərdi. Bəli. Ancaq siz də tamamilə haqlısınız. Bütün bizim bu günü görməyənlərin, Ulu Öndər Heydər Əliyev başda olmaqla ruhları dolaşır bugün. Bəli, bəli. Bax bu dağlarda, bu səmada onların ruhlarını şad elədik. Allah şəhidlərimizə rəhmət eləsin. Sizin kimi müəllimlər, bax ilgid gənclər yetişdirmişsiniz. O gənclər ki, gedib sinələrini qabağa verib torpaqlarımızı düşməndən azad etdilər. Bu tarixi hadisədir. Bax bugünkü dünyada gedən prosesləri hər birimiz izləyirik. İndi internet dövrüdür, hər bir məlumatı dərhal tapmaq mümkündür. Bizim qədər qələbəyə layiq olan xalq bəlkə də ikincisi yox idi. Çünki biz 30 il bu günü gözləyirdik. Nəinki gözləyirdik, biz hər gün o günü yaxınlaşdırırdıq. Hər birimiz. Mən prezident, Ali Başkomandan kimi, siz vətəndaşlar, ordumuz, məsələlərdə çalışanlar, bizim bütün səylərimiz, bütün amalımız bir ideya uğrunda birləşmişdi. Bu torpaqları, doğma diyarınızı mənfur düşməndən azad etmək. Və bunun yeganə yolu var idi, ancaq döyüş meydanında. Çünki bütün başqa yolları biz sınadıq, çalışdıq. Nə qədər çalışdıq ki, Ermənistan rəhbərliyini inandıraq ki, öz xoşu ilə getməlidir bu torpaqlarda. Mən dünən gəldim bura. Xatırlayırdım 2018-ci ilin noyabr ayında Quzanlıda biz Muğam mərkəzi açdıq. O vaxt yadınızdadır. Quzanlını biz Ağdam rayonunun mərkəzi elan etdik. Orada ziyalılarla, Ağdamdan olan və digər bölgələrdən olan bizim tanınmış ziyalılarla görüş zamanı demişdim ki, Ermənistan bizim torpaqlarımızı azad etməlidir. Demişdim ki, gec-tez biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Eşitmədilər bizi. Ona görə bizim tarixi zəfərimiz artıq dünyada bir möcüzə kimi qəbul edilir. Çünki bu mütləq və tam qələbədir. Nə o qələbəyə qədər 10 illiklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əlbəz ruhudur. Bax, mən sizə açıq bunu deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Başkomandan kimi, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var təbii olaraq. Amma hər birimizin, çünki xalq arxamda durmasaydı, əgər hər hansı bir müharibə dövründə tərəddüd hiss olunsaydı, yaxud da ki, hər hansı bir fikir ayrılığı olsaydı cəmiyyətdə, bu qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu,
şəhərlərin anaları, yaxınları, ataları deyirlər ki, dayanma. Bilirsiniz nədir? Xalqımız böyük xalqdır və biz haqlı olaraq xalqımızla fəxr edirik. Sizinlə fəxr edirik. 30 il əzab əziyyət içində yaşamaq, çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında, amma inamını itirməmək, iradəsini itirməmək, belə oğullar yetişdirmək ki, onlar gəliblər, onlar Bakıda yaşayıblar, Bərdədə yaşayıblar, Sumqayıtda yaşayıblar, görməyiblər bu bölgələri heç vaxt, amma gəliblər çünki torpaqca, vətənpərvərlik, sizin kimi analar, müəllimlər, məktəb və ailə bizi saxlayan, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsli yetişdirən ailə və məktəb olur. Allahın qüdrəti, Allahın qüdrəti Biz ancaq və ancaq bundan sonra qalib xalq kimi yaşayacağıq, torpaqlarda əbədi yaşayacağıq Haqdan yanan çıraq heç vaxt sönməz. xoşbəxt yaşayacağıq. Ali baş komandana, şəhidlərimizə, qazilərimizə, qalib ordumuza inanıb, doğma yurdumuz, Kəngərliyə qayıtdıq, aman ayda aman Qarabağ bülbüllərində olub, Qarabağ bülbüllərində. Bugün bizdə Muğam Mərkəzinin açılışında da konsert olacaq. Bəli. Həm Sarcaldan, həm Kəngərlidən vətəndaşlar dəvət olundu. Ona görə sizin bəziləriniz orada iştirak edəcəksiniz. İnşallah. Bir daha təbrik edir. Benim yüreğimde bir söz var, durmadan kadar onu diyeyim size. Sizin çok güzel bir kelamınız var. Her bir vatandaş için prezident olacak. Onu Siz 2003-cü ildə dedim. dost etmeniz. Onları yarattık. Bak, mübarek ad gününüzü mesela halk arasında. Müəyyən bir adlı keçirirsiniz. Ondan sonra bütün bizim önderimizin Allah mükarrarını rahmet eylesin. Bu en zamanda benim de ad günüm. Ona göre yeter. Onu sağ olun.